Salam dostlar. Bugün sizinle Revi pişirdi mi adlı bir oyun oynuyoruz. Bu oyunda belə başlama nöqtələri var 4 tane. Siz bunları girərək komanda şəklində veya bir nəfər olaraq, sən bunlar 2 nəfər olaraq başlayırlar. Sizə qatılırlar. Burada maksimum 10 nəfər qoşula bilir. Ən azı da 1 nəfər. Gəlin biz yaxşı 2 nəfər olsun, 2 nəfərlə başlayaq. Və burada sizin bir dənə maşını dəyişmə haqqınız var. Ya bunu ya da bunu seçə bilirsiniz. Çox qalanda atır. Buradan pul və yönetici ola bilirsiniz. Mən indi kontakt 2-yə qədər gəlmişəm. Elə 2-dən daha tək nəfər. Başlayaq. Siz bu oyuna abone olduqda sizin solda aşağıda gördüğünüz dayanıklılığınız artır və asılınız da gec düşür. Yəni tez açmırsınız. Kompüterdə oynayırsınızsa shift düyməsinə basdıqda daha tez qaçırsınız. Yəni qaçırsınız. Buranı maşınlar biraz yavaş gedir. Bilmirəm niyə. Bu maşın biraz sürət gedir. O görə buna gələcək. Sizin dəyişdirə bildiyiniz maşın oydu. Siz onu dəyişdirsəniz, dəyişdirməsəniz də bu maşın həmişə burada qalır. Buradan bunlar çəkicilərdir. Bunu artıq ağaca bağlayırlar. Amma siz burada yerə də bağlaya bilirsiniz. Amma torpağa bağlamaq olmur bunu. Kanala like atmağı və abunə olmağı unutmayın. Bunun yatır skorsu burada belə. Bu biri belə. Düştü. Neyse. Yaxşıdır. İndi isə gedək maşınımıza minək və buradan keçək. Burada bir yerə bağlayayım bunu. Hər ihtimala qarşı. Yəni bir şey yaramayacaq. Biraz dar eləmişik keçini. Keçdik. Buradan necə keçməliyik bilmirəm. Maşını tartsın yuxarı. Bir dəfə buradan ora kimi üzə-üzə getmişdim. Bu bir oyunumuzda. Gəl
bizimlə oynamaq istəyirsə, mənimlə oynamaq istəyirsə, mənə dostluq dəvət atıb, mesaj yazıb Roblox'a bir yerdə oynaya bilərik. Vaxt dəqiqləşdi. Digər oyunumuza girək. Burada bir oyun var, onu mən yaratmışam. Bu cəhənnəmdən qaçış Robin. Aslında 2 dənə oyun yaratmışam. Yaxşısı bu. Burada bəzi problemlər var. Burada mən adminəm. Bunu ala bilmirsiniz bu məsələ. Burada sonra sizin kimlər oynayıbsa onların oynama müddəti yazılıb. Buranın kodunu əgər 100 like açatsaq deyəcəm. Ancaq ondan əvvəl indi sizə əsas yol göstərim. Buradan qalxırsınız belə. Əgər burada belə vulkan kimi yer var. Əgər siz bura düşsəniz, ölürsünüz. Burada bəzi problemlər sizi burada başladır. Skripti nəzərdə olmayıb. Siz o bağlı qapıyı açdıktan sonra size orada bir şey gözləyir. İndi mən onu indi deyə bilərəm, ancaq 100 bəyəni gəlsə o şifrəni deyəcəm, onun içində nə olduğunu deyəcəm. Yəni bunu bitirməkdə heç olmasa 1%, 2% kömək edir bu hobini bitirməkdə. Mən nə belə oynayıram, nəysə biraz güzəlim. Nəysə bunun kompüter oynamaq biraz çətindir. Aslında mən orada dəqiqəm admin olub yuxarı qaça bilərəm, yəni uça bilərəm. Bir dəqiqə necə ediyor? Backflip nerede? Bize fly lazımdı. Görürsünüz uçduq. Uçduqdan sonra bunun ən yuxarısına doğru gedirik. Gördüyünüz qəşəng bir obidi. Bizi burada belə parkur gözləyir. Sonra buradan bir dəqiqə. Buradan belə rənglər seçirsiniz. Sen seçdim. Görürsünüz. Sonra buradan bədəninizi rəngləyebilirsiniz. Fərqli hissələrini rəngləyebilirsiniz. Burada sürət. Sonra da papaq istəyebilirsiniz, papaq. Her şeyi dəyişdirebilirsiniz burada.
Keçək digər oyuna. Diğer oyunum silah oyunu. Burada silah savaşlarını görürsünüz. Burada. Gördüğünüz kimi yerlerde böyle silahlar var. Böyle güçlü bir silahtır. Sizin başta elinizde bu silah olur. Bir de bu silah olur. Sonra burada AVM var. Bunu götüremiyorum. Bazı problemler var. Burada silahlar götüreceğim. Sonra sen 6 basın. 5. Sonra 8. Oyunun sesini biraz alalım. Aha. Deməli siz buradan silahlar götürdükten sonra burada silahlarda biraz problem var. Bəzilərində o buradaşlarda, yəni yancılarında. Sen belə silahdır. Bu getirirsiniz, hansı birini girirsiniz burada. Yəni siz buraya ışınlarsınız. Burada savaş arenası. Gelirsiniz burada. Burada belə bir şey eləmək olur. Burada içeri bakabiliriz. Gördüğünüz gibi orada bizim başladığımız yerde biz burada düştüğümüz için geri kaydabilmeyeceğiz. Qoy reset ataq. Bu silahı götürək. Bunu götürək. Bunu götürə bilməyik. Bunu götürək. Bir de bunu yox. Bu nasıl götürmüyor olmuş? Bunun sonsuz gülləsi var bu admin silahı. Buraya yetiştikten sonra burada makinler var. Makine üstünde yoklayabilirsiniz. Bakın mesela bazı silah 3 gülleye bunu canı kurtarır. Ancak bu böyle silah gözüne kadar vurmalısın. Çizem olmak istedim. Sonra onun arenamızda burada böyle şeffaf kırmızı divarlar var. Bunların böyle arasını kesme olur. Bunun altı boş diyorsun. Səhv oldu. Sonra buradan Famos'tan beşi basıp təzədən bir ışınlandı. Aslında buradakı Famos götürmə olardı. Görürsünüz götürdüm. Burada böyle şey var, bug'lar. Her bu basıqda biraz yukarı qalxırsın. Sonra burada da sizin oynama müddətinizi göstərən bir şkala var. Yaxşı dostlar, sağ olun, salamat qalın. Kanala abunə olmağı və like atmağı unutmayın. Sağ olun.